اعوذ بالله من الشیطان الرجیم بسم الله الرحمن الرحیم الحمد لله من اول الدنیا الى فنائها و من الاخرة الى بقائها والصلاة والسلام على نیر الاعظم العبد المؤید والرسول المسدد المصطفى الامجد المحمود الاحمد ابا الزهرا ابو القاسم المصطفى محمد و علی اهل بیته الطیبین الطاهرین المعصومین المنتجبین و لعن الدائم علی اعدائهم اجمعین من الان الى قیام یوم الدین. ان امام موسی بن جعفر علیه السلام cihad el-mer'ati husnut tebe'ul buyurdular, sadr-i İslam'da kişiler gedirdiler cəngə, şəhid olurdular. Şəhadət balatərin dərəcədir və bahis olar günahlar tökülə. Şəhidir ki, der rah İslam, der rah məmləkət, der rah namus gedir İslamdan, məmləkətdən himayət eləyə şəhid olur. Əvvəlin qətri xuni ki, az bədəni şəhid cari olur. Tamam bahis olur, günahları paylanır. İlla haqqun nas Allah şəhidin də boynundan silmir. Haqqun nas şəhidin də boynunda qalır. Şəhid birinə boşluq alsa, qiyamətdə verməsələr onun haqqını eləyə bilər, yapışa şəhidin də yaxasından. Çünki haqqun nasdan Allah geçməyəcək. Xanımlar gəldilər, ya Resulallah, icazə ver bizdə gedək cəngə. Peyğəmbər Xuda buyurub ki, həm Peyğəmbərdən bu rivayət var, həm Musa ibn Cəfərdən ki, cihad zən der rah Xuda yaxçı şohərdarlıq eləməkdir. Xanım gərək ərindən gəli yola. Həm də gərək ağa da gərək xanımından gəli. Mutəqabildir ehtiram zindəqanlıqda. İmam Sadıqa buyurur, Bəni İsraildə bir də xanımlar yoldan çıxdılar. Getdilər donbalı refiq bazı nemidinəm. Hərzəlik. Ağa görək bu hardan nəşət tapıb, nə olubdur? Əlan bərrəs eləyəndə niyə belə xiyanət var camiədə? Tərəf süb kəsib bancın qabağında mənə neçə ləhzə vaxtı tutdum, demişəm buyur. Haca mən bilirəm bir dənə xanım xiyanət eləyir ərinə. Aya mən bunu gedim deyim min ərinə. Başlayıb bir fəlsəfə mənə tozih vereyim. Axırda demişəm ağa, mən bu nəticəyə satdım, bunun əri bilir bu macəradan baxəbərdir. Yəni bədbəxtçiliyimiz budur, axırı zamanda Peyğəmbər budur, xanımlar xəlafa gedərlər, ərləri bilərlər, gözlərin yumarla bu mövzunun üstünə. Bəni İsraildə əlan əvamir xiyanət nədir? Mahvarələr ağa, hara ged, mahvarələr. Mahvarəndə belə baba hamının var da indi. Bax, mahvarə səmmidir, zəhridir qoymuşuq önümüzə. Ki qəbul eləysən elə, eləmisən eləmə. Mahvarədə elmi bəhsi var, vəli. Elmi bəhsin müştərisi Məmməd Səməd dedi, da yoxdur. Əbzar fəsad gələndən sonra övə insan mövcud ist koncukav. Bunu qəbul edirsiniz? Əlində bir küfün var, gündə işdən gəlsən, qoysan övün bir quşəsində getsən donbalı karay xud, bir nəfər onu əl vırmır. Gircək bir gün imtihan elində, denə bir nəfər bu kifə əl vırmasın ha. O gün baxacaqlı onun içində. Ki görək bunun içində nə mənə var, dedi baxmayın burada. Öylərin çoxunun yıxan bu telefondur. Allah bunu ixtir eləyən, nə bilməm, lənət deyim, rəhmət deyim. Bunun qardaş əlavə bər xeyri, zərəli 100% xeyrindən yuxarıdır. Nərmadı, hərənin cibin düşdüddə nə xətti var. Məlum də kim kimədir ki. Öylər yıxan bu birdən əlan görsən, bu mən hərdən otururam, deyərəm indi bu müxabirət kilidi vura, bütün telefonlar da qət ola. Gör bu mərdum necə bir-birini axtarmağa düşərlə biyabanlara. Ağa iştibahi SMS vurur, düşür xanımın mobiline. Xanım, şoma, bəli ye dost, yavaş yavaş. Hə, nə vaxt bir-birimizi görə bildik. Bəli filan vaxt qərarlaşırlar, bəli o da arayış eləyib, bu da qaşa gözə yetişib. Gəlirlər, fəsadardan başlanar. Şeytan nəcür adamı getirər bir-birinə. Ağba, tərəf deyir, geçirdi bir yerdən bir nəfər. Gördü şeytandır küçənin başında. Dedi şeytan, nə qəyrisən? Dedi işte, ağa xanımın moxun vurmuşam, bir-birinə refiq eləyəm.
Tərəf getdi ayrı şəhərə işte məsələn Qol şəhridə bir təfrəqə saldı, 40 nəfər vurdu, bir-birini öldürdü, gəldi, gördü hələ durub şeytan ilə küçəyin başında. Dedi, bə nə qəyrisən? Dedi, az qalırlar bir-birinə yetişər. Dedi, rəhmətli yollu, elə mən getdim yalandan bir təfrəqə saldım, 40 nəfər vurub bir-birini öldürüb, hələ sən deysən burada bir-birinə yetirirəm bunları. Dedi, bala, mən belə zəhmət çəkməsəm, sənin kimi sərbazlar əmələ gəlməz. Elə gərək bu nəticədən sənin kimi sərbazlar əmələ gələ, dünyanı vura bir-birinə. Amil əlanı inhirafizanha, ki bu da ötürmüş öz başına mahvarədir. Baxırlar, bir gətirə qızdır, buluğ-ı zudrəs tapıbdır. Vədə bunlar gərək kim desin, harada gizlədək deməyək. Bunlar hardan gəlir? Niyə bir belə cinayət, niyə bir belə xiyanət? Qədim mərdum mən nəfsi yoxudu mərdumun, mərdumun etiqadı var idi. Amma indi hər nə mənəni qarışdırmışıq bir-birini, Allah qanunu gedib kənara, hər bəlada gəlir başımıza. Amil inhiraf əlan, biri mahvarələrdir, biri mobillərdir, biri modlardır ki, elə mahvarələrdən götürük. Bu filmilərdilər, bilməyənə doğurluğun yolun, qətlin yolun, qarətin yolun, qəşəh filmilər örgədirlər. İmam Sadiq vurub Bəni İsraildə bir müddət xanımlar yoldan çıxdılar. Bərrəs edilər, gördülər kişilər özlərinə yetişmirlər. Kişiyə də tip lazımdır da. Xanım baxır kişisinə izgənməlidir. Bu nə deyir? Ağadır, nə işə gedib dükandardır. Teli gündə 40 seri yağlayır. Jilinlə, vazlinlə, kereminlə amadə eləyib, taftan da vırıb biz durub deyirlər. Xanım da baxır ona deyir, dədə var, nə olardı bizimki də? Bizimkinin də qoltuğunun tükü yenib gəlib göbəyinə. Halı yoxdur bu onlara bir yetişə. Bən nezafət-ü minəl iman budur da, anın bırnının tüylər sibilinin tükündən uzundur. Baba bədbəxtçildir və qəllə deyirik, bəhər nə mənə pul dadır. Xeyr ağa, pul bir qisməti cərəyandı zindəqanlıqda. Təvəccüh da bir qisməti cərəyandı. Bir belə ki, Allah ağanı xanımı ağıya tapşırır, o yandan hey biz xanımları məhkum edirik. Xanımın haqqı yoxdur eşiyə çıxan. Yoxdur. Xanımın haqqı yoxdur ərin üstünə, sözün üstünə söz danışa, bəli. Bu ərədə bir vəzifə var ya, yox. Qədim deyərdilər, kəs kişidir, ona deyərlər, vır arvadın əncisində. Elə bir məsələ burusludur. O rəhmətli olun, bunu gətirib kisə boç salmayıbsan köydə, verəsən qarının yumurağın ağzına. Yazıq sən nökərindir. Başardın buna məhəbbət elə, hədislərin oxuyaq. İmam-ı Bağır buyurdu, la şəfiə lil mər'ə, qiyamət günü balatərin şəfi və nəcat dəhəndəyi zən, əncəh indəllində Rabbəham min rızai zəvcəhə. Ağası razı olsa behtərin şəfi xanıma budur ki, ağası ondan razı ola. Xanımlar istəyirlər ki, ələn bu cəryanı feminist ki deyirlər, zənsaları. Xanımlarla İranda da təqribən bu hakim olubdur. Ələn xanımlar ixtiyar edir, şohər dərdəsdir mən. Mən dedim gedəcəksən bacının önə, mən dedim kəsəcəksən rabitəni. Biz də o sikkələrin qorxusundan ləksərən əlhəmdülillah itaət edirik, sözə baxanıq elə, sözdən də çıxmarıq. Görürsən, gəlirsən işdən iyiliyir adamı xanım. Görüm hara getmişdir. Bədbəxtçilikdir da. Axı bir dənə xanım ərinə çox gir verərmiş. Üstündən axır bir tüy taparmış. Bunu verərmiş dəmpayağın ağzına. Bir gün gəlir, görür, nə qədər axtar, görür bunun üstündən də tüy tapanmadı. Deyir, övü yıxılan ol, bir də keçəl arvatlarla oftuq izləyirsən. Peyğəmbər buyurdu, hər xanım yoxsulluqda və refahda ərindən itaət eləyə, Allah qiyamətdə Həzrəti Əyyubun xanımı ilə onu məhşur eləyəcək. Və hər zəni qoftarı təlq və zənəndi şovhərəş ra təhəmmül künət. Ağa deşikdə çəkigə edib, dəndən deyir davıya. Eşikdəkin vuranmayıb, istəyir içərdəkinə bəhan eləyib, iki çəkə. Deyir, əgər təhəmmül eləsin bunun bu acı sözlərinə, Allah o adamın səvabını verəcək ki, ruzedar mücahid, Allah yolunda cəng eləyib bazəbanı ruzə, bunun səvabını inayət elər. Əvvəlin şey ki, övdə
aranı vurar bir-birinə, məhəbbəti sındır aradan aparar, tonduxu, bədəxlaqlıq. Adam var, əlhəmdülillah, salam verməlidir adam qorxusundan. Qaş, qabaq yerilə gedir. Bir nəfər axır höylünən gedir. Hazreti Ayətullah Evæqi, Allah rəhmət eləsin, çox yekəpər bir müştəyidir ha. O qət yekəydi ki, evədə də ona qız vermədilər. Getdi Tərbizə. Təbrizdə dərs oxuyurmuş. Hacı Ayburunse bilir də, bu Şərh-ül Məştablı Hacı Muhammediyan çox yekədir, Quran yekəliyə. Deyir, vurmuşam Talibiyyə mədrəsəsindən çıxıram. Bir qızla bir xanım kəsdilə qabağımı. Xanım dedi, ağa, evlənmisən? Dedim, ay kör quşun üçün luvada yetirən Allah. Mənə evədə qız vermədilər. Vələlan bu xanım deyəcək ki, mənim bu qızım al. Dedim, xeyr xanım, öylənməmişəm. Dedi, sən belə qoltuğundakı Quran öylənmə, qoy nəslin qət olsun. Gedə bu yekəlikdə də adam olaraq. Tondxuyi, bədəxlaqlıq. Xanımdır, nə bir dusetdarən başarır, nə bir kişi başuva dolanın başarır, nə bir telinə əlin çəkir kişinin. Kişi ilə elə bir dənə borcu zəhrimar rəftarı. Kişi deşikdə girinə bir siğə düşəcəyin, sesi deyir, yapışdır mamiləni, veliş konunu. Niyə baba? İnsan yoxsulluqdan gedaylığa düşər. İndi mənim hesabımda 100 milyon pul olsun, elə ya sənin. Görəsən bir dəni 2000'lik düşüb xiyavana. Ərin ərsi onu götürməsən. Neyinirəm? 100 milyon hesabımda pul var elə. Bunu da götürüm, haqqın nas gəlsin boynuma. Amma cibimdə yeləsə yavaşcan onu götürüb ataram cibimə. Çünki yoxumdur. Adamlar da ki gedirləşikdə dombalı, gedai muhabbət, övdə məhəbbət görmürlər. Heç bəhanəy xanım bir təfrəqə salır. Hə, sənin bacın belə dedi mənə. Yaxşı, nənün də belə gəldi dedi mənə. Olmaz bula mənə tovziysən verməsin birdən. Nə olar, məsələn, istəyirsən nə mən onlardan mücəssəməyi, kofru düzəldəsən mənə. Buyurur, əvvəlin şey ki, zindəqanlığın məhəbbəti vurar bir-birinə, tondxuyi, bədəxlaqlıq. Peygamber burada el-validatu, valihatun, rahimatun be evladehunne. Hanımlar ki bir belə uşaqlarına məhəbbət eləyirlər, əgər bunların ərləri də bunlardan razı olsaydı, bilahesab hamısı behişdəydilər. Bilahesab gedəcəkdilər behişdə. Peygamber burada hər xanım xəşminən ərinə baxa qaşqabağla, qiyamət günü onun gözünə xakistər cəhənnəmdən sürmə çəkəcəklər. Peygamber onun meyracıda gördüm bir xanımı dilindən asıbla. Sual elədim, dedilər bu xanım dili ilə əziyyət eləyir dərin. İmam Sadə burada məl'unətun məl'unə. Mavrid-i lə'nidir o xanımı ki tozi zavcaha və təqummu. O qədər ərin narahat elər, tamam həməşə qüssəd olar bunun əri. Və səidətun səidə, o xanım rəstəqardır, xoşbəxtdir ki əri ondan razı olar. Bəzi ərlər axı hələ xanımlar ərlərin də vırırlar axı. Görsən ər bir gətirədi, güttü qoydu yanın altına. Deyir, püqracıyam. Peygamber burada hər xanım ki əllərin ata kişinin üzünün tükün belə didə öz dilimiz, ya libasların cıra, xanım var bu avələ davada zatda 4 kişinin qabağıdır. Yumurağının altından adam qutarmaz. Buyurdu Allah sihayı cəhənnəmlə bundan xulazət təqassını alacaq o məzlum kişinin. Peygamber dedi vəllədi bə'səni bil haqqı rəsul. Andolu Allaha ki məni düz peygambersiliyə məbus elədi. Hər xanım kişinin məntiqi sözün qabağında əcərəmmə gətirər. Allah qiyamətdə onu dilindən asacaq. Bayram qabağıdır, kişinin yoxudur. 2 ay ancaq bir başmağa. Bu pərdələrə əvəz eləyəcəyəm. Yaxud. O mobluların da karı yoxdur. Simsariyə demişəm gəlsin aparsın. Kişinin də karayısı yoxdur köydə. Ağa, adamın tarix inqizasına vaxt qutarar. Bir sualdır da. Deyə bilsək caizəsi var. Tarix inqizay insan kişinə vaxtda cəhdi 70 sinni ola. Sözü əsər qoydu öydə qarvad uşağa. Sözü yeridir, feylən tarixi var. O zaman ki söz əsərdən düşdər 2 metr ip atıq xittəyə və yaxı o qutar. Birdən görsən
dədədir da, gedib komuda bir dənə müştəri gətirib. Oğlu bilib, dədəm bilmirik, satmırıq ki ona. Arvada deyir, arvad bir çay getir, kəs səsivi. Paverlə getmişdim bir dənə əqdə, gördüm biri bümbüşüb duvarın dibində. Bir növ kişiş danışır, bu arvad deyir. Dedim o kimdir? Damadın dədəsidir. Dedim mən bayaqda oxumaram. Bu öydə ki haqqı valideyn hay qabil rüyətsiz da, siz elə fiilən elə mistaqı haqqı valideyn. Dediyəni qoymurdular, yəni səsi çıxa. Əlbəttə səsinə şayad razı dərmişlər də, zəhmət çəkə danışa. Danışır. Dədəlik nə olsun? Öydə zindəqanlıq olar. Burada 3 qruhun namazı qəbuldə, bir də o xanımdır ki, ərinə azar verir. Bəzən görsən küstü, çadranı vurdu qoltuğuna, dədənin öyünə qazın tutdu. Deyir, küsüb getmə, nənə, hara gedirsən? Hər xanım ərindən küsə, vəhiyə zalimə, günah arvaddadır, təfrəqə zalib, küsüb özü də gedibdi. Allah bunu Fironla, Qarunla, Hamanla, xulasa, onların təbəqəsində zindəqanlıq eləyəcək. O yandan deyir, kişinin də boynunda bir haqq var, bir belə haqqı verdi ya xanım ağalara. Allah Quranda bir aşiruhunna bil ma'ruf. Xanımla xoşrəftar ol. Xoşrəftar ol. Nəyə ağzını açır dədəsin basısan yamana? O dədəsi neynəsin? O nənəsi neynəsin? Sənin işin gedibsən, oyun çıxadıbsan, onu satıbsan, bunu alıbsan, onu satıbsan, axır kəm gətiribsən, bir yol başlayıb arvadın dədə nənəsini sövür. Buyur, ləhunna mislulləzi aleyhinnə bil məruf. Necə xanımın, kişinin müqabilində vəzifəsi var, ağanın da dər müqabili xanım vəzifəsi vardı. Ən Ali ibn Hüseyin buyurdu və əmmə haqqı zövcə. Allah bir haqqılar qoyub nisbət bir xanım, buyurur, ən cealəhə ləkə səkənən və onsa, Allah bunu sənə maye aramış qərar verib. Fətələm, yad begir, bil bunları ki Allah böyük neymətli verib sənə. Qədrin bil da. İmam Sadı budur, min əxlaqil ənbiya hubbun nisa. Peyğəmbərlərin əxlaqlarından budur, xanımlarına məhəbbət elədilər. Düzdür bizim xanımlar alan, bilələ kişinin 2 xanımı var, dərisin samanla doldurarlar. Hələ ha, bavər buyur, mən bunu demişəm, cumuncu ki görürdünüz, Korədən pəxş olurdu. Axir qismətlərində bilindi, cumuncun 2 arvadı var. Bizim bu xanım belə eləyirdi. Zəhləm bu cumuncudan gedir. Deyirdim, arvad niyə axı? Bu qismət həkimin ki deyirdin, cumuncu yaxçı adamdır. Zəhləm dedi, 2 arvadı var idi. Dedim, ben ava cumuncu, əli düşəysən, cirvə vırıb öldürərdin. Hələ o film idi, gör bir nəfər həqiqi gedə bu işə. Ondan qaba bu yanda, deyir, kətdə ağa xanım ot doğruyurdular. Kişi dedi, bilirsən da, o bir kətdə bir nəfər 2 arvadı alıb. Xanım oturub, dedi, qələt eləyibdi. Kişi dedi, sən qələt eləyibsən. O dedi, özün onlar orada öylənib, bunu vırdılar, çırpışdılar öydəki, niyə orada öylənibdi? Baba, bu öylənir, niyə dedim də, sən bundan gəliyor, məhəbbət elə. Üz vermirsən tərəf, o gün ərz elədim da, o öküz cərəyanında, nə var 2 dəqiqədə mən onu tikrar eləyəm. Olanlar bilirlər, məclisin arifi dərk etdi yəqin mətləbimi, sözümün oldur ədifi niyə ünvan gözdən. Burada min əxlaq-ül ənbiya hubbun nisa. Peyğəmbərlər xanımlara məhəbbət elədilər. Qurban olun Peyğəmbərə, 9 dənə xanımı var idi. Allah qəbul eləsin. Görən deyim, maşallah, nə xoş iştəhadır. Bəli, o cürdə də, Peyğəmbər əzruyi şəhvət xanım almamışdı. 40 sinni var idi Xədicənin, Peyğəmbərin 25 sinni var idi. Buyurur, min husnu birrə bi əhli vəllahu fi umri. Mən hasunə birruhu. Hər kəs əhləyalına yaxçılıq eləyə. Allah onun ömrünü uzadar. Buyurur, ağa otura xanımın yanında, oturmalı deyək. Ağa tərəfin arvadı ölmüşdü, girmişdi tabutun altına, gülürdü kişi. Dedilər kişi, baba, elə düzdür, hamı söynər bu ittifaq düşsə. Əlbəttə vəxli ha, kardan düşəndən sonra yox, vəxli söynər tərəf.
Və sən axıda yap buruz dedi, əvvəlim vardı bu evi yıxılanın qızı ilə bir yolda yol gedirəm, qor vurmur fəqət. Ona görə söyünürəm. Buyurdu ağa otura xanımın yanında. Əhəbbə ilallah Teala min i'tikaf fil məscidun nəbi. Buyurdu ağa əyləşə xanımın yanında məhəbbətlə ha. Elə bir məscidun nəbidə mütəkif olublar. Günüzlər oruç, gecələr ibadət. Əyal-i Ayətullah Mütəhəri xəbər aldılar, şəhid Mütəhərinin hüsniyyatından nə var idi? Dedi 26 il bahəm zindəqanlıq elədi ziri yeksək, bir sərə mənə amiranə demədi ki, mənim o corablamıyım. İnsan gəlir əxlaqı ilə da, nə olar sən pul qazananda qazanıbsan, xalqı da öldürməyəcəksən ki. Adamlardan oruç tutub girdi övə. Öyle bir padığanı nizamidir. Sut vurdular yandan uşaqlar ki gəldi. Bizim məhəllədə bir yağ səkkəl var idi. Dədə yandırardı bizə. Qoymazdı oynayaq qapılarında. O öləndə bağverli uşaqlar keyf eləyirdilər. Adın qoymuşdular qatil bətçəha. Ayətullah Şeyx Kərim Hairin müəssəsə Havza İlmiyə Qom xəbər aldılar, hardan bu məqamata əl çatdın? Bravo, dedi mən 2 dənə illətə, bir xanımın varıdır, Nəcəfdə korudur. Onun tamam işlərini mən görərdim. Tamam işlərini mən görərdim. İkinci budur, məriz idim, Rubemot. Nəcəfdə üzümü döndərdim Kərbəla səmtinə. Ərz elədim, ya Abdullah, mən bu İslama bir xidmətim dəymədi o cür ki, şah istədi. Məni bu məridçilikdən qutar, mən qol verəm, İslama bu yaxçı xidmət eləyəm, Havza İlmiyə Qumu bunyanquzarlıq elədi. Buyurur, bu xanımımın yetişməyim, xanımıma bahis oldu, mən pişrəft eləyəm Allah yanında. Vəl-yəfun, buyurur, əff eləyün xanımlar iştibah eləyəndə. Onlarla qəşəh bərxurd eləyün, onları bağışlayın, xəta elədilər də onu tərəfi də kırıqdırma ki, özü də pul verir. Dədəvə haqqın yoxdur, səlavat söydürəsən bunu. Rozazat da mənim ömdə qoymayacaqsan, yaxdır. Sən öləndən sonra inşallah qoyarıq. Bunu yeyib işməvə verirəm. Xərci verirəm. Baba deyir, elə xanım da ödə səndən təlaş edir da, birdən vəsiyyət eləyir. Kətdə gedirəm vəsiyyət yazam ərdəm. Hacı, bir ixtarda yaz yer verirsin nə bu xanıma? Adam deyər, bir ixtarı neçədir? Neçədir? 2 milyon. 2 cəbə püfək 1 milyona. 50 ilin nökərinə 2 milyon. Kətdə də vaqən zülm eləyirlər bu xanımların haqqında. Peyğəmbər xuda budur, getdin səfər əvvəl xanımıma bir əlində hədiyyal getcə. Hədiyyə adama məhəbbət gətirər. Qollavı to, mən heç də almayacağım. Heç də almasın, xanımıma bir şey al. Xanımın gözü sənin əlindədir. İntizarı var da səndən. Budur, mən dəxələ soğ, fəştəra tohvə. Hər kəs girə bazara, bir dənə vəsail ala uşaqlarına, xanımına, fəəmələhə ilə əyalih, gedə besuriyə xanəvadə, kanə kəhamil sədəqə, ilə qovmin muhavid, buyurur, hacətmənd qovma elə bir sədəqə aparırsan. O qədər savabı vardı bu işin. Özü də buyurur, kadonu əvvəl qız uşaqlarından başlayın. Qızlara əvvəl kado alın. Bayramdır da, nə olar birdən bir çadır alıb geçsin bacının görüşünə. Onu da arvadağı icazə versə da, gərək vəziri cəngi icazə verə, öz bacıva bir dənə çadır alsan. Buyurun, məhəbbət gətirər. Buyurur, Allah adamla razıdır, İmam Səccada buyurur ki, xanəvadəsinə belə yetişə var. Pulun var, xanəvadəyə qəşək rifahda saxla. Pulları var yerdə xəşləmə ki, deyir, qüssələvi gətirsən, salırsan bu arvadın beynəvanın başına, xoşluqlavi gedsən gəzməyə və dolanmağa. Hardasan? Bəli, baş vırdıq Tayləndə. Deyir, orada nə qəyrisən? Qəşə xanəvadının cəmində yetişdirsən, səmimiyyət ola. Fikr eləyəsən, ay sən xiyanət eləyəsən, xəlafa gedəsən, xanımın rahat otura, bu belə olan bir iş deyil. To ki bər bam xud aynə dari,
چرا بر بام مردم میزنی سنگ؟ Allah yol koyup zərflərdən biri zərf-i şəhvətdir. Həm xanımda, həm ağada var. Buyurur, həqiqət yolu ilə, şəri yolu ilə ağa işba olmusan, günaha düşmə. Mərdumin də deməkləri hamısı hava sözdür. Ay filanı, görübsən də bir nəfər öylənsə, dünən dedim, qudurub filanı. Niyə? Gedib şəri yolundan bir xanım alıb fəsada düşməyə. Bir dənə də dəğəlib ni dəğəl, oyunbaz ebni oyunbaz, yeri gövürür bir-birinə, day nə ərriyə baxır, nə ərsizə baxır, rəhmi asar yox, maşallah yanar otdu day. Peyğəmbər ilə buyurdu da, 1400 il bundan qabaq, ən-nicatu fissir, düzlük insana qalacaq. İndi deyirlər bu düzlüyün faydası yoxdur. Dəli dozdu, çapasan, o yandan, ben buna deyirlər bətər zirəng oğuldu. Allah'ın da veri xanım Zəhra hürmətinə, xanəvadələrimizin səmərəsə əgər düz olsaq, bu cür uşaqlar çıxar ki, qariyi kullu Qur'an. Mən Hacı Muhammediyə ərz edirdim, bizim famillərdən biri var, İngilisdə ustadı danışqadı, təzə gəlib qumda da dərs oxuyur, danışqa şərifdə də dərs verir. Hafız-ı kullu Qur'andır. Adam baxanda onun rişəsinə görüb, böyük babasının daim rozələrdə, babası məddahı əhl-i beyt, çox da bir fəqir xanəvadədir, elə sərmayadar da deyirlər. Və hətta İrandan gedəndə deyir, qüvvə qəzaiyədə 4-min nəfərdim ki, yolladılar məni Yunanda ərz-bi huzur hüquq oxumağa, istədim ki, gedəm İngilisə, qüvvə qəzaiyə dedi, 45 milyon tümən, indiyə kimin sənə xəşləmişik, təqdim elə, ondan sonra təşrif apararsan. Deyir, 45 milyonlarını da verdin, getdi, 4 il orada dərs oxudu, bəyək tərifliydim Hacı Muhammediyana, deyir, İngilisdə məni öydən çıxartdılar eşiyə, oranı öyləri amadədə əsbab keçisi yoxdur. Deyir, xanıma apardım, qoydum dostumun önündə, Ruz-i Ərəfə oturmuşam parçıda İngilisdə, duayı ərəf oxuyuram, amma necə ağlayıram öz-özümə, Allah mən bu qərib bir məmləkətdə, bax bu səmərə gərək belə ola da, Hüseynçilik, Allah tanımaqlığın nəticəsi budur. İngilisdə deyir, oturmuşam parçıdan nimkətin üstündə, duayı ərəfəni oxuyuram, ağlayıram. Gördüm bir maşınçı saxladım. Düşdü, gəldi mənə dedi, həyat axtarırsan. Dedim, bəli. Dedi, mənim bir həyətim var, bila məsrəf. Neçə il ki İngilisdəsən, qoydum sənin ixtiyarında, pul istəmirəm. Səmərə-i zindəqani durust, vaqən Allah sövən, uşağın böyük neymətdir da. Adam var 100 milyonlar pul xəşləyir, hazırdır xəşləyir, bir dənə uşaq ola olmur. Allah sağlam uşaqlar verib, nənə ilə dədə pas verirlər bir-birinə. Arada uşaq bir yol nabud olur, səhər uşaq oğday olur, uşaq gəlir, gedir qalır Behzistidə, həmin çarşənbə suri də getirir da, sözü gətirir və söz də vaxtına çəkər. Bizim famillərdən biri sizdə Abanı Tehranda bir nəfər oğlan tərəqqi ilə vurdu, cavan oğlan 18 sinində oğlan gözü düşdü yerə. Tutdular yarın, gördülər nə dədə var, nə nənə, aralıq uşağıdır. Heç dədə də gedib öz keyfinin dalısına. Nənə də uşaq olub bir dənə divanı, camiədə əngəl, dünyanı vurub bir-birinə. Göz də naqis oldu, bir dənə məsnu göz qoydular yerinə. Allah və abruyi Muhammed və alı Muhammed və abruyi xanım Zəhra-i Mərziyə bizləri əhl-i beyt sövən zindəqanlıqlara müvəffəq o müəyyəd eləsin inşallah be bərəkət-i salavat bər Muhammed və alı Muhammed. İzdivac müvəffəq bunun dalısıcaq fərzəndan müvəffəq. Əmir-i Mominan üçün axırın cəlləsəmizdir. Ərbab-ı həməmun Həzrət Əbəlfəzanın inşallah adı ilə məclis xətm eləyəcək və Hacı Rəhimi də özləri muxtardılar ki, nə mənədən oxurlar, hansı şəxsiyyətdən, hansı buzurgəvardan biləxərə rəsmi münadır ki, şəb-i axər bi nam-nami Qəmər Bəni Haşim qutarsın. Yeki az izdivacهای موفق که بعد از خانم زهرای مرزی امیر مومنان çağırdı qardaşı Əqil. Buyurdu, qardaş, sən nəsəb şinassan, bilərsən hansı xanavadələr qorxmayandılar, hansılar qorxaq. Mənə bu qorxmayan xanavadədən bir xanım intiqab eləyəcəksən ki, istəyirəm Kərbəlada balam Hüseynin dərdinə dəyə. Xülasə Əqil Fatimə-i Kilabiyyəni intiqab elədi. Xanı ağablar qorxmayandılar, bunun böyük babası adı məruf bir
bazیگر با نیزه ها و سرنیزه ها çox məharətlər vardı cəngidə. İntixab elədilər. Xanım Fatimə varid oldu Əmirəl-Möminin dudmanına. Əvvəl vardığında ədəb nişan verdi özündən. Be həddi ki, hala İmam Həsən böyük idi. Bəzən biz tarixə baxmırıq roz oxuyanda. Əmirəl-Möminin 17 Həzrəti Zəhradan sonra gedib Həzrəti Ümmülbənin alıbdı. Yəni İmam Hüseynin təqribən 20 sinni var idi. Böyük idilər bunlar. Hamımız şahiddir. Xanım Zeynəb də ölü idi. İmam Hüseyin də ölü idi. Bu cür ki, məsələn, bəzən rozəndə onlar uşaqadılar, mərizidirlər. Bu cürdə çox belə təvazu nişan verdi Əmirəl-Möminin balalarına. Bəl bəzən müddəti ərz elədi, ya Əli, olar mənim adımı Fatimə deməyəsən? Ha, buyurdu, canım qurban ola Fatimə adını. Harda Fatimənin adı olsa Allahın bərəkət ora nazil olar. Peyğəmbər bu dərkəsin önündə Fatimə adında ad olsa mənim balama xatir onu ehtiram eləyin, Allahın rəhməti nazil olar və niyə Fatimədən xoşun gəlmir? Ərz elədi, niyə xoşum gəlir? Canım qurban ola sənin Fatimə və o dər o divar arasında qalan Fatimə və vəli sən məni Fatimə çağıranda uşaqların rəngi əvəz olur. İstəmirəm bunlar narahat olarlar. Əmir-i-Möminin heç uşağı yoxdur. Ümmül-Bəninin adını qoydu. Ümmül-Bənin, oğullar nənəsi. Xəbər verdilər, ya Əli, Allah sənə bir oğul verib. Gətirdilər, qundağədə təqdim elədilər Əmirəl-Mömininə. Gördülər Əmirəl-Möminin üzün qoydu. Qundağda əlini, Həzrət Əbəlfəzanın əllərinin üstünə başladı ağlamağa. Gözündən öpür ağlayır. Xanım Ümmülbən ərz elədi, ya Əmirəl-Mömin, aya balamın iradı vardı, belə ağlaysan, buyurdu, yox, çox da rəna qədd olacaq, çox da belə göyçəkdir, vəli görürəm ki, bu qollar bir gün balam Hüseynin yolunda bədəndən qət olacaq. Mədinədə su yoxdur, böyüklər. Səqqai o vaxtdan Həzrət Əbəlfəzin adının üstündə də mərdum su gətirib satardılar Mədinədə, pul alardılar, su gətirərdilər satardılar, kəmbudi ab vardı Mədinədə. Vəli Həzrət Əbəlfəzad tənha səqqaydı su gətirəndi ki, mühdə olmayanlara su gətirərdi. Elə o zamanda uşaq vaxtında Əmirəl-Möminin gəlirdi, gördü bir qız uşağı nənəsinin yapışıb damənindən, nənə susuzam. Bu nənə dedi, balanı gəran olmalan Əbbas ibn Əli gələr, sənə su gətirər. Gördülər Həzrət Əli otdu yerə, belə ucadan ağladı. Ağa, niyə ağlayırsan? Burada uşağın sözünə mənim ağlama. Ağa, iftixar elə dayı oğlun su gətirir olmayanlar. Buyurdu, gördünüz o xanım necə ümidünə uşağına dedində Əbbas ibn Əli gələr ağlama. Amma bir gün olar mənim öz balalarımdan əvvəl şərmənd olar. Mənim Hüseynimin balalarına su gətirə bilməz. Allahu Əkbər. Qədim sərbaz yola salıbsa, Cahir Allah tamam cambazlarla sənə də kömək eləsin inşallah. Sərbaz yola salıbsınız, cəng zamanı sərbazları ki yola salardılar. Neçə model Xudahafizı var. Əvvəl bir öpüşərdilər, Quranın altından soğuşturardılar, maşının yanına cəhdə gətirərdilər. Ya sərbazın yolu maşınacaq uzaq olsaydı, atça ki gedərdi da Xudahafizlərin baxışı ilə əncam verər. Biraz gedərdi, bir baxardı, əli ilə bir işarələrdi ki, da Xudahafiz İmam Hüseyin də istəyir Həzrət Əbəlfəzi ki, sala yola gedə su gətirə. Gəldi bər məhzəri, bəradər-i buzurgəvar ərz elədi, qardaş sinəm darıxdı. Əli Əkbərin cənazəsini görəm, cavanların cənazəsini görəm, təhəmmül eləyə bilmirəm. Nə vaxtacaq məni saxlayacaqsan? Bu xeymələrdə buyurdu balad. Qardaş, sənin vücudundan balalarım qotmurlar. Sən ta varsan, balalarım qoxmurlar. Aramışları var, qorxuram sənin başıva bir bəla gələ də bu aramış balaların cəmindən gedəvəl istəyirsən mənim balalarıma xidmət eləyəsən, bunlara biraz su gətirəsən. Balalar susuzdular. Həzrət məşqi həmail elədi. Minni mərkəbinə istəyir gedə. Elə ki gəldilər təllin üstündə istəyirdi Xudahafizli elə bir axır baxışların İmam Hüseyin işarə elədi. Qardaş, bir gəl mənim yanıma, qardaş, şayət day mən bu əllərim çatmıyasa, nə gəbi qol boyun olaq, qardaşlıq aləmidir. Suvu doldurdu, əcələ ilə gəlir xeymələrə muntaha. Ox gəldi dəydi ağanın məşqinə, elə ki ağanın məşqinin su getdi yerə, səsləndi ay mərkəbdə, ay har aparırsan apar, məni fəqət xeymələr səmtinə aparma. Niyə day Hüseynin balalarından şərmənd oldum? Sallallahu aleyke ya Eba Abdillah
يا وجيها عند الله يا كاشف الكرب عن وجه الحسين. Bu cümləni arda deyiblər, ya kaşifəl kərb. Xanım Zəhra şəhid olandan sonra 17 əlinin önündə da gülmək olmadı, şadlıq olmadı, ta Əbəlfəz gəldi dünyaya. Balaca uşaqdı, İmam Hüseyin alıb qucağına, baxır qardaşa gülür. Onda Əmir əl-Müminin buyurdu, ya kaşifəl kərb ən vəcihil Hüseyin. Balam seni söndürəm balam. İndi də bizdə deyirik, ya kaşifəl kərb ən vəcihil Hüseyin. اکشف کربی به حق اخیکل Hüseyin. Allah görsətməsin qardaş gələ, qardaşit barələnəm bədənin görə. Ağa yıxılanda Kərbəla çölünə üzün tutdu Hüseyin. Qollarım gerçi zəvali, xəncəri bidadə gəldi. Mest idim çün cami eşkünde, odu çok sade geldi. Şeyh heymelerde çok yubanma, gel nenem Zahra da geldi. Abi Abdullah geldi kardeş balinine, dedi Əbəlfəz mehman gelen zaman, görüp sen adamın kardeş adama konak gele. Adam elə söner Allah, dedemin geyretli oğlu gelim. Abbas mehman gelen zaman, tanışı dindirer tanış. Kurban olum şirin dili ve mənlə bir danış. Hüseyin bəhbə Hacı Ay Rəhimi də təzif gəddilər. Sen mən bel sınıq, sənin də cəbinin sınıb belə. Mən çarə anva eləyim, sən sınıq belə. Hacı Tahir ağa yaxcı yerdə gəlibsən, İnşallah bu hisara kəhlim müstəfizələrsən. Hamısı aşığı Əbəlfəzl Əbi Abdullah, başın aldı qardaşın diz üstünə, təqdim olsun acanın xidmətinə. Baxdı gördü bel ağanın gözünün yaşı ilə, qanı dəydi bir-birinə. Qardaş bilirəm can verənin balaları yadına düşər, can verənin nənəsi yadına düşər. Gözlərini açdı Hüseyin, ağlamıram, peykərim qolsuz qalıb, ağlamıram, nənəm oğulsuz qalıb. Qardaş çətin oldu bu dərd mənə hər nədən, mən gedirəm Hüseynim yalqız qalıb. Hər yerdə sən uca ya Hüseyin,